Bir daha hər vaxtınız xeyir olsun uşaqlar. Deməli, bugünkü dərsimiz olacaq proqram təminatı və onun təsnifatı. Proqram təminatı neçə yerə bölünür? Həmin o bölündüyü hissələr özləri hansı hissələrə parçalanır? Bütün proqramlar kompleksini öyrənəcəyik. İlk öncə deyim ki, biz demişdik ki, informatikanın 3 tərkib hissəsi var. Hardware, software, bir də brainware. Hardware kompüterin texniki qurğuları, aparat təminatı, ehimlərdir. Biz bu bölməni keçdik, bitirdik. Daha sonra brainware, alqoritmləşdirmə, alqoritmlərdə keçdik. Hətta 2 dərs üstündə qaldıq. Və nəhayət bugün o software-ni keçəcəyik. Hansı ki demişdik proqram təminatıdır. Buna bütün proqramlar kompleksi aiddir. Kompüterdə istifadə olunan bütün proqramlar toplusu proqram təminatı adlanacaq. Kompüterdə istifadə olunan bütün proqramlar toplusuna proqram təminatı deyiləcək. Proqram təminatı 3 yerə bölünəcək. Sistem proqram təminatı, instrumental proqram təminatı, bir də tətbiqi proqram təminatı. Sistem proqram təminatı, instrumental proqram təminatı, bir də tətbiqi proqram təminatı. İndi baxaq görək bu sistem proqram təminatı özü 2 yerə bölünür. Bir bazaya, bir də bölünür servizə. Uşaqlar, servizə bir dənə də xidməti də deyirlər. Servizə bir dənə də xidməti. Hı, xidməti də deyirlər. Bir saniyə. Hə, dedim ki, servis proqramlarına xidməti proqramlarda deyirlər. İlk öncə baxaq ki, baza proqram təminatı özü üç yerə bölünür. Əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi. Deməli, harda əməliyyat sözünü gördük, deməli, cavabımız nə olacaq? Baza proqram təminatı və ya sistem proqram təminatı. Çünki bu əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi bazanın daxilindədir. Bazada nəyə tabedir? Gəlir birbaşa sistem proqram təminatına daxildir. Sistem proqram təminatının digər qolu servis proqramlarıdır. Bunlar isə 3 yerə bölünür. Kompüterin iş qabiliyyətinin diaqnostikası, antivirus proqramları, bir də utilitlər. Antivirusların yanında uşaqlar viruslar da keçəcəyik. Utilitlərin içərisində arxivləşdirmə, sıxlaşdırma, driverlər bunları keçəcəyik. Bir də ki, bundan başqa utilit proqramlar var ki, backup-dir, scan-diskdir, nə bilim, sistem recovery-dir, sistem information-dır, clean-up-dır və s. bunları keçəcəyik. Kompüterin iş qabiliyyətinin diaqnostikası da bütün qurğuları test edən proqramlar kompleksi kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları sayılır. İndi isə keçim tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatı özü 4 yerə bölünəcək. Ümumi təyinatlı, üsul yönümlü, qlobal kompüter şəbəkələri, bir də problem yönümlü. Uşaqlar, problem harda olur? Sənayedə, bir də qeyri-sənayedə. Qeyri-sənayesiz yazarsınız. Aha. Deməli, sənaye və qeyri-sənaye sözünü harda gördük? Problem yönümlü. Problem yönümlüdən başqa nəsə keçməyəcəm. Üsul yönümlü isə riyazi iqtisadi məsələlərlə bağlı olur. Matematika, matla, m, a, t, h. Demək olar ki, m, a, t, h ilə başlayan 99% proqramların hamısı üsul yönümlü olacaq. Üsul yönümlü riyazi, sız. Ümumi təyinatlı isə adı üstündədir. Mətnlərlə işləmək üçün, cədvəllərlə işləmək, mühasibat proqramları, kompüter şəbəkələri, sonra oyun proqramları, musiqi proqramları, video proqramları, təqdimat proqramları, yəni ümumi təyinatlı bütün proqramların hamısı burada olacaq. Qlobal kompüter şəbəkələrinə isə sosial istifadə etdiyimiz sosial şəbəkələr, axtarış sistemləri, brauzerlər, elektron postlar, hamısı olacaq nə? Qlobal kompüter şəbəkələrinə. Və nəhayət uşaqlar, üçüncü qol instrumental proqram təminatıdır. İnstrumental proqram təminatı özü üç yerə bölünür.
proqramlaşdırma dillər və sistemləri, inteqrallaşdırılmış mühit, bir də proqram kompleksləri. Bunları isə ad olaraq amma əzbərləyəcəksiniz. Ad olaraq. İndi uşaqlar, ümumi məlumat verdim. İndi isə keçirəm. Dedik ki, proqram təminatı 3 yerə bölünürdü. Sistem, tətbiqi, instrumental. Həmin o sistemə SPT, sistem, proqram təminatı deməkdir. İndi baxaq görək, sistem proqram təminatının ümumiyyətlə tərifi nədir? Sistem proqram təminatı kompüterin işini idarə edir. Onun ayrı-ayrı qurğular arasında əlaqə yaradır. Qurğuları tənzimləyir, kompüterləri qoruyur, diaqnostikanı aparan proqramlardan ibarətdir. Birinci cümlə axıra qədər. Daha sonra gəldik. Sistem proqram təminatı dedim iki yerə bölünür. Bazaya, bir də servisə. Servisə xidməti də deyirlər. Baza proqram təminatı kompüterin sisteminin işini idarə edən proqram vasitələridir. Baza proqramlarının içərisində dedim, nə var? Əməliyyat sistemləri. Nəyin içərisində əməliyyat sözü var? Atacağıq bazanın üstlərinə. Ümumiyyətlə uşaqlar, orta məktəb dərsliklərində də artıq verilir ki, təməl proqram, baza proqram, əsas proqram əməliyyat sistemidir. Yəni mənim kompüterim nə qədər bahalı olur olsun, içərisində əməliyyat sistemi yoxdursa, mən orada heç bir iş görə bilmərəm. Nəinki bir proqramı açmaq, nəinki bir hər hansı bir istifadəçi ilə ünsiyyətdə olmaq, heç bir şey, interfeysim olmayacaq, əlaqəm olmayacaq. Baxaq görək servis. Baza proqramı kompüter sisteminin işini idarə edirdi. Servis proqramları isə bu əməliyyat baza proqramlarının imkanlarını genişləndirir. Baza proqramlarının imkanlarını genişləndirir. İstifadəçinin işi üçün rahat mühit təşkil edir. Yadınızda saxlayaq. İstifadəçinin işi üçün rahat mühit təşkil edir. Baza proqramları əməliyyat sistemləri, əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemlərinə bölünürdü. İlk öncə baxaq görək bu əməliyyat sistemi nəyi öyrənir? Əməliyyat sistemi demişdik ki, kompüterin proqramların, qurğuların işləməsini təmin edir. Sistem proqram təminatına daxildir. Həqiqətən də sistem proqram təminatının baza qoluna daxildir. Kompüterin işini idarə edir. Kompüterin aparat hissəsi, proqram təminatı, istifadəçi arasında qarşılıqlı əlaqəni təmin edir. Tamamilə doğrudur. Daha sonra əlavə olaraq uşaqlar, hansı əməliyyat sistemlərini tanıyırıq? MS-DOS, Linux, Unix, Ubuntu, OS2, Windows 95, 98, 2000, Windows NT, XP, Vista, 7, 8, Macintosh, MacOS da deyirlər buna, NetWare, Solaris, qınıxı, bax bunların əzbər. Bir dənə də bir yerə qeyd edərsiniz ki, Windows 97 deyə bir növ yoxdur, Windows 97 deyə bir növ yoxdur. Dim götürür onu salır sizə ki, qarışdırasınız. Zaten biz bilirik ki, 98 var, 95 var, 97 də niyə olmasın deyə düşünürük, amma Windows 97 deyə bir növ yoxdur. Sonra gəldik uşaqlar əməliyyat örtüklərinə. Əməliyyat örtüklərinə. Yaxşı, bu əməliyyat sistemi var idi. Əməliyyat örtüyü nə üçündür? Əməliyyat örtükləri istifadəçilərin əməliyyat sistemlərinin əmrləri ilə əlaqəni asanlaşdırır. Bax, əməliyyat örtükləri istifadəçilərin, yəni bizlərin, sizlərin əməliyyat sistemlərinin əmrləri, yəni Windows-un əmrləri ilə əlaqəni asanlaşdırmaq üçün nəzərdə tutulur. Bunlar üçün uşaqlar Norton Commander, Norton Navigator, Norton Desktop, Norton Shell, Xtrepy Gold, sonra Windows 3.0, 3.1, 3.11 bu kimi proqramlar var ki, bunlar da olacaq nə? Əməliyyat örtüklərinə. Və nəhayət gəldik çatdıq şəbəkə əməliyyat sistemlərinə. Görək bu şəbəkə əməliyyat. Adı üstündə də şəbəkə, yəni internetlə bağlıdır. Verilənlərin şəbəkədə emalını, diqqətli olun, şəbəkədə emalını, şəbəkədə ötürülməsini, şəbəkədə saxlanılmasını təmin edən proqramlar toplusudur. Nümunə üçün Novel Netware. Noveli unutsaq belə Netware, internet, Netware, server Windows. Server harda olur şəbəkədə? IBM LAN, Local Area Network. Unix, Solaris, Linux və s. kimi proqramları nümunə göstərə bilər. Uşaqlar, bununla da baza sistem proqram təminatının baza qolu bitdi. Baza qoluna aid kimin sualı var? Baza qoluna aid.
Heç kəsin sualı yoxdursa, nəhayət keçirəm sistem proqram təminatının servis qoluna. Servis qoluna dedim ki, nə deyirlər? Bir dənə də xidməti deyirlər. Bu sistem proqram təminatının servis qolu görək hansı işləri görür. İstifadəçinin interfeysini təkmilləşdirir. Verilənləri mühafizə eləyir, bərpa eləyir. Xarici yaddaşla əməli yaddaş arasında əməliyyatı sürətləndirir. Aha. Xarici yaddaşla əməli yaddaş arasında əməliyyatı defraqmentasiya edir, yəni. Arxivləşdirir, arxiv açır, kompüter virusları ilə mübarizə aparır, yəni antivirus yükləyir. Demirəm bunu əzbər, amma göz arası göz ucu deyirlər, nə deyirlər? Elə oxuyun ki, imtahanda testə düşəndə bunu oxuya biləsiniz, seçə biləsiniz. Gəldik ki, servis proqram təminatı 3 yerə bölünürdü. Kompüterin iş qabiliyyətinin diaqnostikası, antiviruslar, bir də utilitlər. İlk öncə baxaq görək, kompüterin iş qabiliyyətinin diaqnostikası nədir? Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları kompüterin düzgün işləməsinə nəzarət edir, nasazlıqları aşkar edir. Bu proseslər aparat proqram və ya aparat proqram vasitəsilə həyata keçirilir. Yəni təkcə aparat vasitəsilə həyata keçirilir, təkcə proqram vasitəsilə və ya aparat proqram ikisi bir yerdə sintez şəkildə də həyata keçirilə bilər. Daha sonra gəldik antiviruslar nədir? Antiviruslar, antivirus proqram vasitələri e, kompüterlərinizi viruslardan, ziyankar, ziyanlı proqramlardan qorumaq üçündür. Deməli, kompüter viruslarını qoruyur, diaqnostikanı təmin edir. Kompüter viruslarına çoxalmaq qabiliyyətinə malik proqramlardır, viruslar. Kompüter virusları bir qayda olaraq ziyankar proqramçılar tərəfindən yaradılır. Oradan bura qədər heç olmazsa oxuyarsınız. İndi uşaqlar, Müəlliməm, bəli, diaqnostikanı təmin edir. Yəni burada nə nəzərdə tutulur? yəni yoxlayır da ki, harda virus var ya yox. Bildim. Gəldi indi uşaqlar. Kompüterin bax, antivirusu bitirdim. Birazdan antivirusların siniflərini keçəcəm. Amma mən kompüterimə antivirus yükləyirəmsə, deməli virus var imiş yükləyirəm də. İndi gəldik burada kompüterin viruslarının əlamətləri. Bax, virus deyirəm, ha, antivirus demirəm. Virusların əlamətləri. Keçən ilin qəbul sualı olub. Virusların əlamətlərinə görə uşaqlar, baxaq burada, virusların əlamətlərinə görə. Yaşayış mühitinə görə 4 yerə bölünəcək. Fayl yükləmə, şəbəkə. Fayllar icra fayllarına, com, exe, bat kimi fayllara yoluxurlar. Yükləmələr diskin yükləyici sektorlarına yoluxurlar. Bunlara boot sektorlar deyirlər. Fayl yükləmələr isə həm fayllara, həm də boot sektorlara, yükləyici sektorlara, şəbəkə isə internet şəbəkəsi vasitəsilə yoluxan viruslardır. Yoluxdurma üsuluna görə rezident və ya qeyri-rezident olur. Rezidentlər əməli yaddaşda qalır müvəqqəti olaraq. Qeyri-rezidentlər isə əməli yaddaşda qalmırlar. Destruktiv imkanlarına görə 4 yerə bölünəcək. Baxın, təhlükəlidən 3 dənədir. Təhlükəsiz, təhlükəli, çox təhlükəli. Təhlükəli, çox təhlükəli, təhlükəsiz, bir dənə də ziyansız var. Keçən il qəbulda bir dənə də ziyanlı yazmışdılar ki, uşaqlar qarışdırsın. Hətta qarışdıranlar belə var idi. Deməli, destruktiv imkanlara görə təhlükəli, çox təhlükəli, təhlükəsiz, bir də ziyansız. Alqoritmik xüsusiyyətlərinə görə, yəni viruslar, hansı viruslar var? Soxulcanlar var, kampanyanlar, parazitlər, streslər, tələbələr, makrovirusları, sonra polimorflar var, troya və s. Bu kimi antiviruslar var. İndi bayaqları mən dedimi, failin yükləyici sektoruna falana yoluxur. Bax onu deyir. Kompüter virusları yaşayış mühitinə görə, kompüter virusları yaşayış mühitinə görə fail yükləmə şəbəkəyə bölünürlər. Fayllar icra fayllarına, genişləmə exe-yə, yükləmə virusları diskin yükləyici sektorlarına, boot sektorlara, daha sonra dedi ki, fayl yükləmələr həm fayllara, həm də diskin yükləyici sektorlarına, şəbəkə virusları isə kompüter üzərindən yayılırlar.
Əvvəldən axıra qədər. Yaşayış mühitinin yoluxdurma üsullarına görə isə iki yerə bölünür. Rezident və qeyri-rezident. İndi baxaq görək rezident nədir? Rezident viruslar kompüterə yoluxarkən özünün rezident hissəsini əməli yaddaşda saxlayır. Əməli yaddaşda saxlayır. Qeyri-rezidentlərə baxaq görək. Qeyri-rezident viruslar isə müəyyən vaxt ərzində aktiv olurlar və əməli yaddaş virusa yoluxmur. Buradan bura qədər. Destruktiv imkanlara görə dedim ki, təhlükəli, çox təhlükəli, təhlükəsiz, ziyansız hissələrə bölünürdü. Burada da uşaqlar bunların qarşısındakıları əzbər öyrənəcəyik, çox təhlükəli falan. Sonra gəldik alqoritmik xüsusiyyətlərinə görə. Dedim, soxulcan var, tələbə var, makroslar, viruslar, parazitlər və s. İndi uşaqlar, bax, bunların buradan bura qədər, mən day bunu xəttəmirəm, ona görə ki, yazılar hərəsinə bir-cizədən cümlə veriblər. Buradan, bax, bura qədər. Əzbər. Daha sonra gəldik, nəhayət antivirusların siniflərinə. Və viruslarla bitirdik. İndi isə antivirus proqramlarının, belə deyək, antivirusların siniflərinə. Filtr var, keşişçi var. Sonra detektor, proqram həkim, müfəttiş proqramlar, immunizatorlar və ya vaksinlər. İndi bir-bir baxaq görək, bunlar nə iş görür? Filtrlər, keşişçilər rezident proqramdır. Rezident proqram bir də immunizatorlarda rast gələcəyik. Filtrlər rezident proqramdır. Təhlükəli əməliyyatlara nəzarət edir. Virusları tapır. Sonra gəldi detektorlar. Detektor aparatı nə edir? Axtarış təmin edirdi. Əməli yaddaşda və xarici yaddaşda virusların yox, məlum virusların axtarışını təmin edir. Proqram həkimlər. Proqram həkim virusları aşkar edilməsə zərərsizləşdirməyə imkan yaradır, əvvəlki vəziyyətlərinə qaytarır. Antivirus siniflərindən Doktor Salamon, Norton antivirusu, Doktor Web, IDS, AVP, sonra Node 32, Panda, Avast, Avista, Kaspersky və s. Bax, bunların hamısının adları əzbər. Daha sonra gəldi uşaqlar, müfəttiş proqramlar. Görək müfəttişlər nə edir? Onların Məsələn, adları imtahana düşür ki. niyə düşmür? Niyə düşmür ki? Proqram çərçivənizdə var. Müfəttiş proqramlar. Bunlara revizorlarda deyirlər. Bir də görürsünüz ki, məsələn, iki nəfər dalaşır. Polis müfəttişi çağırırlar, polis nəfər çağırırlar. Polis gəlir deyir ki, necə oldu ki, bu vəziyyətə düşdünüz? Danışır ki, iki nəfər oturub çay içirdi. O məni təhqir elədi, mən də onu vurdum. Diqqət eləsək, polis müfəttişi nədir? Əvvəlki vəziyyətlə cari vəziyyəti müqayisə elədi. Baxın, xəttləyəcəyik. Cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Sonra gəldi immunizatorlar və ya vaksinlər. Dedi, rezident proqramdır. Bu bir immunizatorlar, bir də filtrlər. İmmunizatorlar vaksinləşmə yolu ilə yoluxmuş kimi görsənirlər. Bir də ki, yoluxmuş kimi qəbul edirlər, yoluxmanın qarşısını alırlar. Bununla da antivirusların sinifləri bitdi. Və nəhayət gəldik utilitlərə. Utilitlər nədir? Utilitlər. Disk və ya fayl sisteminə xidmətə əsasən istifadəçilərə əlavə imkanlar verirlər. Bu cümlə öz bəsdir. Daha sonra gəlirəm burada. Uşaqlar, Windows 10 əməliyyat sisteminin standart proqramları var. Bax, standart proqramları, bir də xidmətli proqramlar var. Şəkil olaraq da hər ikisini də göstəriblər ki, öyrənəsiz. İndi utilitlər dediyimiz müəyyən kompüterin, belə deyək də, ROM-unda, daimi yaddaşında yerləşən proqramlardır. ROM-da, daimi yaddaşda. Scan disk. Disk və disketlərdəki səhvləri aradan qaldırır, yox, səhvləri tapır. Drive space, diskdəki informasiya tutumunu artırır, informasiyanı sıxılır, boşluqları yazın, boşluqları aradan qaldırır. Boşluqları aradan qaldırır. Boşluqları aradan qaldırır. Defragmenter, optimallaşdırır. Burada yoxdur başqa uşaqlar. Yazın ki, səpələnmənin qarşısını alır. Səpələnmənin qarşısını alır. Səpələnmə sözünün yerinə dağınıq da yazsanız olar.
Səpələnmənin qarşısını alır. Səpələnmənin qarşısını alır. Səpələnmənin qarşısını alır, optimallaşdırır. Yazıb qurtardınız uşaqlar. Uşaqlar yazıb çatdıra bildiniz? Yazdık ya. Tamam. Bir dənə də əlavə yazın ki, əməli yaddaşın sərt diskə müraciət sürətini artırır. Əməli yaddaşın sərt diskə müraciət sürətini artırır. Əməli yaddaşın sərt diskə müraciət sürətini artırır. Daha sonra disk cleanup. Clean neyirdi? Təmizləyirdi. Sərt diskin virtual təmizləmə. Virtual təmizləmə yox. Yazasız ki, lazımsız faylları təmizləyir. Lazımsız faylları təmizləyir. Virtual səhv deyil ha. Sadəcə indiyə kimi mən görməmişəm, BIM ona virtual desin. Lazımsız fayllar deyir. Sonra backup. Diskin ehtiyac sürətini yaradır. Burada uşaqlar başqaları yoxdur. Bir dənə əlavə yazın ki, recover. Ox qoyun yazın ki, səbətdən silinmiş informasiyanı bərpa edir. Səbətdən silinmiş informasiyanı bərpa edir. Səbətdən silinmiş informasiyanı Orada müəllimə Bəli, drive space var ya, orada boşluqları neynir? Necə aradan yazacaq? qaldırır. Aradan qaldırır dedim. Boşluqları aradan qaldırır, informasiyanı sıxır, tutumunu artırır. Elə space bar düyməsi də cümlədə mətnimizə boşluq verirdi də. Recover'e yazdınızmı uşaqlar? Səbətdən silinmiş faylları bərpa edir. Bəli. Səbətdə zibil qutusudur. Bir dənə də yazın file manager, fili manager. Fayl və menecerlərlə iş. Fayl və menecerlərlə iş. Fayl və menecerlərlə iş. Bir dənə də yazın sistem information, sistem informasyon. Sistem informasyon. Onları bura yazmayıblar, yazdırıram ki, birinci bu da yolunuzda çıxar, çərçivənizdə var. Sistem informasyon. Sistem haqqında informasiya verir. Sistem haqqında informasiya verir. Qeyd elədik. Bəli. Bəli. Sistem haqqında informasiya verir. Lap yaxşı və nəhayət yekunlaşırıq. Gəlir verilənlərin arxivləşdirilməsi. Uşaqlar, arxivləşdirmə ilə sıxlaşdırma eyni şeydir. Fayl və qovluqların həcminin azaldılması dedi ha. Səhifənin, sətrin, simvolun azaldılması demədi. Məsələn, belə bir şey deyir. Məsələn deyirəm. Deyir ki, 80 səhifədən ibarət 16 sətir, 32 simvolluq informasiya, nə bilim, 100 kilobayt yaddaşda yer tutur. 100 kilobayt. Fayl 50% sıxlaşdırılmışdır. 50% sıxlaşdırılmışdır. Səhifələrin sayını tap. Uşaqlar, faylım neçə faiz sıxlaşdırılsın, səhifənin sayı neçə dənə idi? 80 dənə idi, hə, məsələn. Heç vaxt dəyişməz. Sətrin sayı məsələn 32 idi mi? Olduğu kimi qalar. Simvolun sayı 16 idi mi? Olduğu kimi qalar. Deməli, arxivləşdirmə zamanı yalnız
Nəyin həcmi azalır? İnformasiyanın nə azalır demək istədim daha doğrusu, informasiyanın həcmi azalır. Aydındır, arxivləşdirməz vaxtı sətrin, simvolun, səhifənin sayı dəyişməz. İstəyirsiniz qeyd edin. Arxivləşmə prosesində səhifənin, sətrin, simvolun sayı dəyişməz. Müəllimə, Səhifə, o sətr. həcm dedikdə o kilobayt, megabayt, onun belə Ay keyfiyyəti. yaşa. O dəyişər, amma səhifə, sətr, simvol dəyişməz. Səhifə, sətr, simvol sayı dəyişməz. Qeyd eləyin. Arxivləşdirmə zamanı səhifə, sətr, simvol sayı dəyişməz. Aydındır? Bəs nə dəyişəcək müəllim? Nə? Bəs nə dəyişəcək? Dedikdə Yəni orada bu yazıldı. səhifə sətir dəyişməyəcək. Dedikdə həcm dəyişəcək. Həcm. Həcm. Həcm olanda necə olur ki? Həcm 80 kilobaytdırsa 50% azalıbsa 40 kilobayt qalmır. 80 kilobaytlıq informasiyanın 50% azaldıldı, sıxlaşdırıldı. Neçə kilobayt qalar yerdə? Bəli, bildim. Hı -hı. Amma desəydi ki, məsələn, yenə də eyni şey deyərdi ki, 80 səhifədən ibarətdir, 32 sətr, 16 simvoldan ibarət ASCII kodlaşdırmasındadır. İnformasiyanın həcmi nə bilim 100 kilobaytdır. Həcm, informasiya 50% sıxlaşdırılıb. Deyəcəkdi ki, səhifələrin sayını tap. Bax, səni çaşdırmaq üçün deyir. Səhifənin sayı nə oldu sıxlaşdırma vaxtı? Dəyişməz. Sətrin sayı dəyişməz, simvolun sayı dəyişməz. Aydındır? Elə bilin ki, mən nəsə yükləmək istəyirəm, bir misal gətirirəm, fərq yoxdur. Hə. X bir şey yükləmək istəyirəm. Bizdə orada olur 3 dənə seçim verir ki, filan kilobayt, filan gigabayt, Hə, megabayt. Mən şahsını götürüb, yəni mənim telefonumda çox yer tutmasın bəli. mənasında nəzərdə tuturuq da bu dediyimiz odur. Bəli, bəli, odur. Gəldik uşaqlar. Arxivləşdirmə proqramlarına nümunə üçün WinZip, Winlər, ziplər, arlar, acilər, arjlar, hamısı hara nə olacaq? Arxiv proqramı. Bax, WinZip, WinRAR, 7 zip. Sonra nədir? ZipGenius, PiaZip. Görün nə qədər Win və zip var. Burada nə bura hamster yazın. Hamster yazın. Bu da nədir? Bu da arxiv proqramıdır. Uşaqlar, mən sizə dedim ki, Winlərin 99% arxiv proqramıdır. Vim götürür, bax, WinZip var, WinRAR var, WinAge var. Bunların yanına bir dənə də yazır belə bir şey. WINAMP. Uşaqlar, Winamp musiqi proqramıdır. Səslə bağlıdır. Arxiv proqramı deyil. Başa düşə bildiniz mən nə deyirəm? Yəni Winampı yadınızda saxlayın ki, Winamp arxiv proqramı deyil. Yaxşı, aydındır? Bəli, xeyr. Bəli. Tamam. Ev çalışması olaraq proqram təminatının, sistem proqram təminatı bayağı bir öyrənməli bir şeyləriniz var. İndidən başlayarsınız oxumağa. Ev çalışmamız bu. Test olaraq buradan test vermirəm. Test olaraq bayaq dedim ki, tam bir PDF-dən 139-cu səhifədə 85 dənə sınaq var. Amma onun içərisində bir 5-6 dənəsini işləməmişik. Aydındır?